Sonra onun istismarı başlanacaq. Azərbaycan İlk Milli Telekommunikasiya P2 artıq fəzadadır və bütün mərhələlər uğurla keçirilmişdir. Bütün nəzərdə tutulmuş, planda olunmuş, bütün planlaşdırılmış bütün mərhələlər uğurla keçirildi və 35-ci dəqiqədə bildiyiniz kimi P2 həmən o raketdən tam olaraq ayrıldı. Bəli, hörmətli tamaşaçılar, bir daha biz bu tarixi anları yaşadıq və bununla bağlı video materialı sizə təqdim etdik. Əlbəttə ki, bugün hamının üzündə xoş bir təbəssüm var, qəlbində müsbət energetika yaşanır desək, yəqin ki, heç bir şey demiş olmaq. Elə bizimlə birlikdə studiyamızda hörmətli və yaxşı tanıdığınız insanlar, ziyalarımız dəvətlidir ki, onları məmnuniyyətlə sizə təqdim edəcək. Daha sonra elə onlar da öz fikirlərini, xoş təəssüratlarını bizimlə və siz tamaşaçılarla bölüşəcəklər. Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini İltimas Məmmədov, sabahınız xeyir olsun bir daha. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, hörmətli professor Rasim Əliquliyev, sabahınız xeyir olsun. Və Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktoru, hörmətli professor Əyyub Quliyev. Xoş gördük bir daha. Və hər birinizi ürəkdən təbrik edirik. Bu tarixi uğurun başlanğıcı münasibəti ilə bugünkü gündə hər birimizin fəxarətlə danışmaq istədiyimiz, qürur hissi keçirdiyimiz yalnız və yalnız bir mövzu var ki, bugünün ilk saatlarında Azərbaycanın ilk kosmik P2 artıq kosmosa göndərildi. Təbii ki, bu ilin 2013-cü ilin ölkə başçımız tərəfindən informasiya texnologiyaları ili elan olunması da təsadüfi deyildi. İlin ikinci ayının ilk 10 günlüyündə belə bir uğura, belə bir tarixi nailiyyətə imza atdıq İltimas müəllim. Yəqin ki, sizin də bu mövzuda, bu tarixi nailiyyətiniz barədə dəyərli fikirləriniz olacaq. Çox sağ olun. İlk öncə ən rabitəçilər üçün, ölkəmiz üçün ən fəxr edici bir gündür. Həqiqətən biz bu anları axşam, bu həyəcanı yaşadıq, bu həyəcanlı anları yaşadıq və düşünürəm, belə fəxr edici dəqiqələr heç vaxt, heç zaman bizim yadımızdan çıxmayacaq. Bu anlar artıq qeyd etdiyiniz kimi hörmətli prezidentimizin bu ili informasiya kommunikasiya texnologiyaları ili elan etməsi ilə üst-üstə düşməsi və bu ildə baş verməsi həqiqətən prezidentimizin 2008-ci ildə informasiya kommunikasiya texnologiyası sahəsinin ən aparıcı sahələrindən biri olan kosmik sənayinin yaradılması və inkişafı haqqında dövlət proqramını imzalaması və onda hələ tapşırıq verməsi ki, Azərbaycan telekommunikasiya P2 orbitə buraxılsın, bunun birbaşa əyani icrasıdır deyə bilərik. Yəni, P2-in buraxılmasına addım-addım Azərbaycan getdi. Belə deyə bilərəm ki, ən qısa zamanda, bəlkə P2 sahəsinə, P2 ailəsinə daxil olan ölkələr içərisində Azərbaycan ən qısa müddətdə məsafəni qət etdi və orbitə öz telekommunikasiya P2-ni qaldırdı. Azərbaycan bununla fəxr edir ki, yeni bir ailənin, kosmik ailənin üzvüdür. Kosmik ailə çox böyük sevinclə bizi qarşıladı bura və bizim burada da hələ bu sahədə informasiya, kommunikasiya texnologiyalarının regionlara, bölgələrə deyil, tək dünyanın çox böyük bir hissəsini artıq bu gündən etibarən bizim P2-miz vasitəsilə Afrikanın çox böyük bir hissəsini, Asiyanın, Avropanın informasiya yayımında, informasiyanın ədalətli, azad çatdırılmasında rol oynayacaq. Nəinki özümüz zamanında informasiya blokadasında qalanda bir P2-dən yer axtarırdıq. Bugün artıq Azərbaycan P2 hətta Afrikada belə, Avropada, Asiyada istənilən bir şirkətin, vətəndaşın informasiya resursundan istifadə etməsi üçün birbaşa şərait yaratmış olacaqdır. Bəli, və həqiqətən də bu işin ərsəyə gəlməsində bir çox insanların əməyi var. O cümlədən bizim studiyamızda olan hörmətli Rasim müəllim rəhbərlik etdiyiniz institutunun və elə sizin özünüz də bizim studiyamızda olarkən siz bu haqda bizə tamaşaçılara dəyərli məlumatları verirdiniz və bu ötən günlərin birində biz bu haqda söhbət açdıq. Amma bu günlərə artıq qismətimiz oldu ki, Rasim müəllim, bu reallıqdır, bu həqiqətdir və hamımızın ümumilikdə böyük uğuruna xəbər verən bir xoş hadisədir. Bugün çox böyük hadisədir. Azərbaycan xalqının tarixində, ölkəmizin tarixində çox böyük hadisədir. 8 fevral 2013-cü il bu qızıl hərflərlə tarixə yazıldı.
Çünki Azərbaycanımız artıq bu peyki buraxmaqla yüksək texnologiya ölkəsi adını daşımağa başlayacaqdır. Çünki artıq Azərbaycan özünün inkişaf tempinə görə, inkişafına görə çox böyük nailiyyətlər əldə edib və bu günləri artıq texnoloji yenilik göz qabağındadır. Artıq Azərbaycanımız yerdə yox, artıq orbitdədir və Azərbaycanımızın bayrağı artıq göydədir. Buna görə də bu hadisənin demək bu günləri ortaya çıxması ölkəmizin iqtisadiyyatına, təhsilin, elmin inkişafına böyük təsir göstərəcəkdir. Çünki Azərbaycan ərazisi bilirsiniz ki, dağlıq ərazilər çoxdur, müxtəlif belə o demək insanların keyfiyyətli teleradioya yayım alması üçün müəyyən problemlər olur. Ona görə də bu peyk vasitəsilə o yerüstü qəbul edici, ötürücü stansiyalar vasitəsilə Azərbaycan hər yerində artıq televiziyanın yayımı tutulması, eyni zamanda internetə çıxış imkanlarının artacaqdır. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün böyük təkan veriləcəkdir. Çünki Azərbaycanın səfalı yerləri çoxdur, görməli yerləri çoxdur, orada kommunikasiya həmişə olubdur. Turizm sənayesinin inkişafına böyük dəstək göstərəcəkdir. Dağlıq zonalarda müxtəlif belə deyək ki, Azərbaycanda o xarici investorların gəlməsi, eyni zamanda Azərbaycanda bu qeyri-neft sektorunun inkişafına böyük dəstək göstərəcəkdir. Eyni zamanda Azərbaycanda indi belədir ki, birliklər iqtisadiyyatına qədəm qoyur. Birliklər iqtisadiyyatında əsas özəyini kommunikasiya təşkil edir. Bu informasiya texnologiyaları həm yerüstü infrastrukturun genişləndirilməsi, eyni zamanda da peyk texnologiyalarının inkişaf etdirilməsi Azərbaycanın böyük bir arealda imkanların geniş yayılmasına, Azərbaycan həqiqətlərinin geniş yayılmasından və eyni zamanda ölkə daxilində də insanların bir-birlə daha da yaxşı münasibət göstərməsinə, daha da sosiallaşmasına böyük təsir göstərəcəkdir. Söhbət ondan gedir ki, real iqtisadiyyatın o qan-damar sistemini, dəmir yol nəqliyyatı, ayrı nəqliyyat infrastrukturu təşkil edirsə, cəmiyyətin bir-birinə münasibətlərinin daha da yaxşılaşması, sosiallaşması, eyni zamanda qeyri-maddi deyilən o biliklərin özünün yayılması, bazara çıxardılması, yeni biliklərin əldə olunmasında böyük nailiyyətlər olacaqdır. Mən xatırlayıram ki, 70-ci illərin sonunda ümumilli liderimiz Heydər Əliyev tərəfindən ölkəmizdə bir sıra o kosmik tədqiqatlarla məşğul qurumlar yaratmışdı. Onun bir qədər ənənəsinin ümumilli lider vaxtında qayğı göstərmişdi bu işlərə. Bu günlərdə, yəni artıq bu il ümumilli liderimizin 90 illiyidir. Elə onun özünün ruhuna böyük bir töhfədir ki, artıq dövlət başçımızın o vaxtlar dövlət başçımızın demək o arzuları artıq həyata keçibdir və ölkəmizdə qeyd etdiyimiz kimi artıq çox böyük belə nailiyyətlər əldə olunmuşdur. Xüsusən də bu il İKT idi, informasiya kommunikasiya texnologiya idi. Elə bunun ən böyük nailiyyəti elə budur. Və burada, indi burada hörmətli İltimas müəllim qeyd etdiyi kimi, burada çox doğrudan da ənənəsi yoxdur axı. Yəni bunu işi görmək lazımdır, kadr hazırlamaq lazımdır, ölkə daxilində müəyyən infrastruktur formalaşdırmaq lazımdır, yerüstü stansiyanı tikmək lazımdır, o texnologiyanı başa düşmək lazımdır, dünyanın o inkişaf etmiş ölkələri ilə təmas qurmaq lazımdır. Bu çox böyük, 5 il ərzində doğrudan da dövlət başçımızın rəhbəri altında çox böyük işlər görülübsə, çox böyük. Ona görə də bu günləri mən elə elmi ictimaiyyətin adından rabitəçilərimizi və bu işlə demək kömək edən bütün insanlara təbrik edirəm ki, oradan da biz artıq Azərbaycanın peyki bu sevinç gətirir, qürur gətirir. Hər bir Azərbaycan vətəndaşına buna pay düşür. Yəni bu il bizim üçün doğrudan da tarixə yazılası bir ildir. Minnətdarıq, təbriklərinizə qoşuluruq. Azərbaycanın ümumiyyətlə bu elmin şərqdə yaranması, inkişaf etməsində tarixi rolu var. Təsadüfi deyil ki, ensiklopedik biliklərə malik olan görkəmli alimimiz Nəsrəddin Tusinin hələ öz dövründə dünya elminə böyük töhfəsi olan Zic Elxani cədvəli ən dəqiq cədvəl olaraq qəbul olunmuşdu. Bugünkü gündə elə bu sahənin tədqiq olunmasında adını daşıdığı rəsədxananın da payı böyükdür. İstərdik ki, bu barədə elmi tədqiqat institutunun bu sahədəki töhfəsi haqda biz Əyyub müəllimə söz verək, fikirlərinizi bizimlə paylaşasınız. Buyurun, profesor. Çox sağ olun. Mən də bilavasitə kosmosla bağlı olan bir adam kimi uzun illər bu istiqamətdə işləyən, indi də Şamaxı Astrofizika Rəsədxanasında rəhbərlik edən bir adam kimi bütün tamaşaçılarımızı, sizi, xalqımızı və birinci növbədə prezidentimizi təbrik edirəm. Təşəkkür edirəm. Çox böyük uğurdur. Siz dediyiniz kimi bizim kosmosu öyrənmək sahəsində böyük ənənələrimiz var və bugün çox şadıq ki, artıq bizim peykimiz səmadadır. Oradan bir qısa müddətdən sonra başlayacaq informasiya verməyə, biz onun xeyrini görəcəyik. Və hətta mənə elə gəlir ki, bu hadisənin tam mahiyyətini hələ biz bir müddətdən sonra dərk edəcəyik. Bu obrazlı şəkildə desə ilk qaranquşdur, onun arxasınca başqa bizim peyklərimiz gələcək.
Ola bilsin ki, indi bugün kosmosla yer arasında bir əlaqə yaradır. Bu, məsələn, Respublikamızın bu ərazimiz arasında bir şey yaradır. Amma gələcəkdə kosmosun özündən kosmosun öyrənməsi, məsələn, deyək ki, kiçik teleskopların orbitə çıxarılması, lap böyük teleskopların orbitə çıxarılması sahəsində bax, bu ilk atılmış addım çox böyük əhəmiyyət kəsb edir. Bir də onu qeyd eləmək istəyirəm ki, biz astronomlar qarşısında da bu məsələ çox böyük tapşırıqlar, məsələn, yeni elmi istiqamətlər açır. Teleskoplarımızı biz elə şəkildə gətirməliyik ki, o peyki izləyə bilək, o peykilərimizi izləyə bilək. Çünki bugün bizim teleskoplarımız klassik sürətdə, aşağı sürətdə istifadə olunur. Onların sürəti ilə dəyişilməlidir ki, artıq o peykiləri də, başqa peykiləri də deməli izləyə bilək. Onların hərəkətinə müəyyən koordinasiya vermək lazım olsa, o koordinasiyada o Azərkosmosa biz öz köməkliyimizi deməli eləyə bilək. Ola bilsin ki, hansısa yeni bir teleskoplar, o teleskoplar hərbi teleskoplar da deyirlər ki, onların sürəti çox böyükdür. Ola bilsin ki, belə bir teleskopların da alınıb Respublikamıza gətirilməsi məsələsi gündəmdə olacaq. Mən bir daha hamını təbrik edirəm. Çox böyük addımdır, çox böyük texnoloji sıçrayışdır. Bunun əhəmiyyəti çox böyükdür. Mən o qədər belə həyəcan keçirdim ərəfədə ki, Allaha şükür hər şey yaxşı olur. Çünki texnika da ola bilər ki, bəzən olmur. Məsələn, Rusiya kimi böyük bir dövlətin bu yaxınlarda peyki orbitə çıxara bilmədilər. Çox gözəldir. Çox gözəldir ki, bugün peykimiz orbitdədir və o bizim Respublikamıza xeyir gətirəcəkdir. Bax, professorumuz biraz əvvəl qeyd etdi ki, həqiqətən də bəlkə də bu dərəcədə biz hazırda bu baş verən prosesin mahiyyətini dərindən dərk etmirik. Vaxt keçdikcə bu bir qədər də dərinləşəcək bizim təfəkkürümüzdə. Amma istərdik ki, elə növbəti sualımızı hər üçünüzə ünvanlayaq. Bəli, bizim üçün maraqlıdır ki, hər üçünüzün təmsil etdiyiniz quruma bu hadisə hansı təsiri göstərəcək? Elə bax, bugündən etibarən rabitə sahəsinə, astrofizikaya, informatika texnologiyaları sahəsinə hansı təsiri göstərəcək? Bugündən etibarən sizin ümumiyyətlə iş prinsipinizdə sadə dillə desək, nə dəyişiklik baş verir? Demək, ilk öncə bizim rabitə informasiya texnologiyaları sahəsi yeni bir istiqamətdə artıq birbaşa fəaliyyətə başlayır. İndiyə qədər əgər biz peykin hazırlanması etaplarını keçirdiksə, indi artıq peyk tutumlarının satışı, marketinqi, bundan gəlir götürülməsi sahəsinə başlanacaq. Qeyd edim ki, Avropa Yayım Birliyinin rəsmi yaydığı rəqəmlərə görə peyk sahəsi, peyk sənayesi dünyada ən gəlirli sahələrdən biri hesab edilir və bura yatırılan hər bir avro təxminən 47 avroya qədər gəlir gətirə bilir. Bunun təbii ki, daha böyük qürurlu tərəfləri var, informasiya təhlükəsizliyinə qatqısı var. Bayaq Rasim müəllim qeyd etdiyi kimi nə qədər informasiya blokadasından çıxarılmasına, ölkənin istənilən yerində informasiya resursu almasına öz təsirləri ilə yanaşı bir ölkəyə bir yeni gəlir gətirəcək bir mənbəyə də çevrilmiş olacaq. Bizim sahə üçün ən böyük təsirlərindən biri bu sahədə yeni kadrların hazırlanmasıdır. Bilirsiniz, bu peykin buraxılması, peyk vəsait tapıb buraxmağa hər bir ölkə bəlkə də belə bir şeylər edə bilərdi. Bunun ancaq hazırlanması, bunun üzrə kadrların hazırlanması, bunun idarə etmə mərkəzlərinin hazırlanması çox böyük bir işdir, çox böyük bir enerji və vəsait tələb edən bir sahədir ki, ölkəmizdə hal-hazırda bu barədə belə deyim, ən müasir stilli idarə etmə mərkəzi tikilmişdir ki, Bakı şəhərində və Naxçıvan Muxtar Respublikasında alternativ idarə etmə mərkəzi həm binanın konstruksiyası olaraq, binanın forması olaraq qeyri-adi tərzdə çox möhtəşəm bir bina tikilmişdir. Bəli, eyni zamanda ən müasir texnologiyalarla təchiz edilmişdir ki, bu mərkəzlərdə yalnız bu telekommunikasiya peykini deyil, gələcəkdə növbəti telekommunikasiya peyklərini və hətta aşağı orbitli peyklər, hansı ki, gələn il biz buraxılmasını nəzərdə tuturuq, aşağı orbitli peyki, eləcə də Azərbaycan üzərindən, hava məkanından uçan digər ölkələrə məxsus peyklərin idarə olunmasında, onlara zəruri informasiyalarla təchiz edilməsində və ölkəmiz üçün strateji əhəmiyyətli məlumatların əldə edilməsində çox böyük bir təsir olacaq. Bu imkan verəcək ki, bizim nazirlik yeni bir ruhda, yeni bir formada bu informasiya, əldə olunan informasiyalardan, əldə olunan resurslardan, əldə olunan imkanlardan istifadə edərək yeni bir tərzidə işini qursun və
sabaha istiqamətlənmiş yeni peyklərin buraxılmasına nəzarəti yüksək səviyyədə davam etdirsin. Mən hörmətli İltimas müəllimin dediyini əlavə eləmək istəyirəm ki, bu kosmik sənayenin formalaşdırılması Azərbaycanda Azərbaycan yönümlü ölkəmizin maraqlarına xidmət edən elmi istiqamətlərin inkişafına böyük dəstək verəcəkdir. Çünki burada tək telekommunikasiya peyki ilə söhbət getmir. Bundan sonra bir neçə başqa təyinatlı peyklərin də ortaya çıxması gözlənilir. Yəni aşağı orbitdə uçacaq peyklər ölkəmizdə ölkədə müxtəlif istiqamətlər üzrə həm kənd təsərrüfatı, həm ətraf mühitin mühafizəsi, həm infrastruktur məsələlərinin həllində alınmış məlumatların hansısa bir böyük data mərkəzə toplanması, onun emal olunması, elmi nəticə əldə olunması və hakimiyyət orqanlarına yüksək keyfiyyətli məlumatların verilməsi istiqamətində işlər aparılacaqdır. Artıq Elmlər Akademiyasında o kosmik sənayeyə bir elmi dəstək kimi müxtəlif qurumların qarşısına vəzifələr qoyulmuşdur. Həm bizim institutun qarşısında, həm Əyyub müəllimin rəhbərlik etdiyi qurumun qarşısında və digər bizim həmkarların qarşısında bununla bağlı tapşırıqlar vermişdir. Yəni kosmik sənayenin özü elmi dəstəyə ehtiyacı olan bir sənayedir. Çünki bunun ənənəsi yoxdur. Burada çoxlu informasiya var, çoxlu texnologiyalar var. Bunun kadrını hazırlamaq lazımdır. Ona görə də Azərbaycanda bu günləri formalaşan elektron hökumətin, elektron dövlətin artıq yerüstü məlumatlarla yox, eyni zamanda peyk vasitəsilə əldə olunmuş məlumatları operativ olaraq, onlayn olaraq onun alınması, emal olunması, bütün hakimiyyət orqanlarını lazımi məlumatlarla təmin olunması ki, bu demək elektron hökumət qarşısında duran vəzifə həyata keçirə bilsin. Sonra İltimas müəllim qeyd edildi informasiya təhlükəsizlik məsələlərini. Çünki müstəqil dövlətin müstəqil informasiya siyasəti olmalıdır. Yəni başqa ölkələrdən, başqa şirkətlərdən asılı olmadan özünün daxili o informasiya təhlükəsizlik tələbatını ödəyən bir infrastruktur olmalıdır ki, bu telekommunikasiya peykinin də əsas vəzifəsi bir ondan ibarətdir ki, misal üçün istənilən bir situasiyada, fövqəl situasiyalarda, indi bu günləri Naxçıvan bizdə blokada vəziyyətində yaşayır, misal onların informasiyanın tələbatının ödəlməsi və s. ki, məsələlərdə informasiya təhlükəsizlik məsələsi müstəqil dövlətin bir nömrəli vəzifəsidir. Ona görə də 20 il ərzində Azərbaycanda baxmayaraq ki, problemlərimiz olubdur, amma nailiyyətlərimiz də çoxdur və bütün bunların içərisində müstəqil Azərbaycanın müstəqilliyini daha da əbəd etmək üçün, daha da möhkəm etmək üçün, daha da dünyanın inkişaf ölkələrinə inteqrasiya etmək üçün onun təhlükəsizliyini qorumaq lazımdır. Ona görə informasiya təhlükəsizliyi bütün məsələlərin önündə gedir ki, biliklər iqtisadiyyatının önündə informasiya təhlükəsizliyi gedir, informasiya azadlığının informasiya təhlükəsizliyi gedir, informasiyanın mühafizəsi, xüsusi rabitə və s. Bütün bu məsələlərin hamısında peykin qarşısında böyük vəzifələr vardır. Ona görə də bunun böyük elmi perspektivləri vardır ki, alimlər də əlbəttə ki, bu işdə yaxından iştirak edəcəklər. Bəs görəsən astrofizika qarşısında hansı yeni vəzifələr və hədəflər var ki, bu haqda professor bizə bəhs edəcək? Çıxışımda bir neçə məsələyə toxundum. Ancaq indi bu peyk artıq işə düşür, sonra o biri peyklərimiz işə düşəndən sonra bizim astrofizika sahəsində də deməli, bütün o tədqiqatlarımız bir balaca praktiki müstəviyə çevrilməlidir. Halbuki o peyklərə xidmət məsələsində müəyyən qədər öz köməkliğimizi göstərərik. Sonra kadrların hazırlanmasında biraz üstünlük vermək lazımdır bu məsələlərə ki, orada məsələn kosmik fəzanın, yaxın kosmik fəzanın öyrənilməsində iştirak edə bilən kadrlarımız olsun. Sonra astronomiyanın elə sahələri var ki, bilavasitə o kosmosda o peykin yerləşdiyi ərazinin məsələn təhlükəsizlik məsələsi var. Məsələn, ola bilər günəşdən hansı atılmış zərrəciklərdir. Onun işinə mane törədən o yerlərə daha uzun, daha çox deməli fikir vermək lazımdır. Ümumiyyətlə günəşin özünün günəş yer əlaqələrinə artıq yeni bir müstəvidə biz baxmağa çalışacağıq. Sıx əməkdaşlıq şəraitində işləyəcək. Bəli, təbii ki, Azərbaycanla aidiyyəti olan orqanların hamısı ilə astrofiziklər yaxından işləyəcək və biz lazım olan hər bir şeyi köməklik eləməyə hazırıq və təbii ki, iki tərəfli özümüz də onlardan bəzi şeyləri öyrənəcəyik texnoloji nöqteyi nəzərdən. Elə biz də sizə çalışdığınız hər bir sahədə daha böyük uğurlar arzusu ilə təşəkkürümüzü bildiririk ki, xoş münasibətinizlə, dəyərli fikirlərinizlə bizimlə və tamaşaçılarla bölüşdünüz. Yenidən görüşənədək deyirik. Minnətdarıq. Əziz tamaşaçılar, bəli, bu sevindirici məqamdır. Emil, hər birimizin sevincinin həddi hüdudu yoxdur. Hətta 2 gün əvvəl biz proqramımızda bu barədə söhbət edəndə bu barədə yaxın gələcəkdə baş verəcək hadisə kimi qeyd etdik. Səbirsizliklə gözləyirdik ki, artıq reallığa çevrildi. Və hər bir suveren demokratik respublikanın, ölkənin arzusudur ki, öz süni peyki orbitdə olsun. Bəli, bəlkə də bu sayədə bizim təcrübəmiz yox idi. Amma elə ilk dəfədən biz daha bir böyük tarixi uğura imza atdıq.
çatdıq və 2014-cü ildə yer səthini müşahidə edən daha bir peyk, daha sonra isə 2016-cı ildə yeni peykimiz də orbitə çıxarılacaq ki, bu da sevindirici hallardan biridir və bütün bu görülən işlər, atılan addımlar Respublikamızın inkişafından xəbər verir və eyni zamanda daha bir xoş xəbərin müjdəçisi kimi qəbul olunur. Bəşər övladı insan yarandığı gündən məhdudiyyət və sərhəd tanımayan xəyallar, təxəyyüllər, istəklər, arzularla yaşayır və zamanla həmin o arzularını reallığa çevirmək uğrunda mübarizə aparır. İnsan hər zaman gözlə görünən, görünməyən yerləri, məsafələri fəth etməyə çalışır. Bu dəfə Azərbaycan insanı kosmosu, fəzanın ənginliklərini fəth etdi desək, yanılmarıq. Əlbəttə ki, bu fəthin ilkin addımı idi. Addımlarımız, yolumuz uğurlu olsun deyirik. Əziz tamaşaçılar, hər birinizi bir daha ürəkdən təbrik edirik. Bu isə bizim tarixi qələbələrimizdən, uğurlarımızdan biri və bu sahədəki ilkidir. Davamlı və sürətli olsun deyirik. Və həmin xəbərləri biz artıq öz peykimiz vasitəsilə sizə təqdim edəcəyik. Sağ olun. Salamat qalın.